götürməsini verici Naha Mabatşoyev cərimə meydançasında. Mabatşoyev və gol! Kəpəz hesabı açır. Oyunun 41-ci dəqiqəsində Şervoni Mabatşoyev adlı tabloya yazdırır. Çox sürətli bir hücum Kəpəz futbolçularının ifasında anidən yarandı və golla yekunlaşdı. Bir neçə saniyə əvvəl top Kəpəzin cərimə meydançasındaydı. Bir an içində Səbalın həmləsi Kəpəzin hücumuna transformasiya olundu və burada ilk növbədə biz əlbəttə ki Nihat Quliyevin səhvindən danışmalıyıq. Rati Ardazişviliyə dueli uduzdu. Ardazişvili irəlilədi, vaxtında ötürmə verdi. Şervoni Mabatşoyev topu qəbul etdi. Bir toxunuşla, ikinci toxunuşla onu qapıya göndərdi. Əlizdə Müştabazadə bu topa çata bilmədi. Kəpəz 1, Səbayıl 0. Mabatşoyev isə artıq ikinci qolunu vurdu Misli Premier Ligasında.